Müğənni Rəvan Qarayev qəzaya düşüb. O bu barədə özü qonaq olduğu efirdə məlumat verib. Sənətçi bildirib ki, verilişə gələrkən qəzaya düşüb. Rəvan Qarayevin səhhəti yaxşı olsa da maşınına ciddi ziyan dəyib. Faşizm üzərində qələbə günü mayın 9-da tədbirdə SSR bayrağı altında sinəsində Rus imperiyasının rəmzi olan Georgi lenti ilə çıxış edən İmişli rayon Ağsaqqallar Şurasının keçmiş sədri Salih Səmədov həbs edilib. İmişli rayon məhkəməsi Salih Səmədov barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçib. Onun vergidən yayınmada ittiham edildiyi bildirilir. Qeyd edək ki, mayın 13-də Salih Səmədov İmişli rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Ağsaqqallar Şurasının idarə heyətinin yaydığı məlumata görə Salih Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib. Azərbaycan Ağsaqqallar Şurasının nizamnamə tələblərini kobud şəkildə pozub. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.